Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hacı sizi Almaniyadan salamlayır. Sizinlə danışan Hacı Hüseyndir. Bu video vlogun TikTokerlər üçün çox maraqlı və mühüm bir video vlog olacaq. Xüsusən də mənim TikTokda problemi olduğum yayımçılar, problem yaşadığım yayımçılar, söyüb sapladığım yayımçılar xüsusən də yəni bu videonu izləyin. Bu video sizin üçün bir çox qaranlıq məsələlərə yəni aydınlıq, izah gətirəcək çox. Və bunu çəkməkdə məqsədim nədir? TikTok fəaliyyəti yəni TikTokda fəaliyyətimi, ümumən sosial mediada fəaliyyətimi məhdudlaşdıracağam. İstər YouTube'da, istər Insta'da, istər Facebook'da. Çünki yəni mənim tamam başqa bir pozisiyam olacaq, başqa bir işimiz olacaq, başqa bir vəziyyətimiz olacaq. Sadəcə heç nə səbəbsiz deyil. Yayımçılar, sizə səslənirəm, hər şey səbəblidir. Mən sizə özüm haqqında qısa bir tanışlıq verim. Mən Azərbaycan Respublikasının dövlət qurumlarında ümumilikdə 8 ilə yaxın qüsursuz işləyən, prezident təqaüdçüsü olan bir vətəndaşam. Hərbiçi ailəsində böyümüşəm. Yəni atam yox, yəni əmimgillər, üzr istəyirəm, xalamgilin həyat yoldaşları, oğlanları, yəni ətraf qohumlarım, yəni hərbiçi insanlar olur və bu günləri də hərb sahəsində Azərbaycan Respublikasına xidmət edirlər. Nəsə qısa xülasə 2024-cü ildə Azərbaycan TikToku bərbad bir vəziyyətdə idi. Elə bir bərbad bir vəziyyətdə idi ki, yəni Azərbaycan polisi belə TikTokla bacarmır. İslah işləri görürdülər, tənbih işləri görürdülər, sutqalıq verirdilər, 3 ay, 4 ay həbs edirdilər. Nə bilim, biri gedirdi ondan qabaq onun xahişi çıxırdır, xahiş minnət, yalvar yaxar, ay tam, ay anam, ay bacım. Yəni çox iyrənc bir vəziyyətə gəlib çıxmışdı bu TikTok. Və hətta bu yaxşı pul qazanan yayımçılar da özlərini, bilmirəm hansı TikToka erişirdi, deyirdi ki, mən zirvələrdəyəm, özünü zirvələrdə görürdü. Sanki özünü ən yüksək leveldə, sanki özünü belə bir əhəmiyyətli bir insan kimi görürdü. Və belə qərara gəlildi ki, mən TikToka gəlim. Və mənim TikToka gəlimim tamam başqa cür məzrada olacaqdı. Yəni sırf ictimai qınaq. Sadəcə başqa cür məzrada val söndü. O da necə? TikTokda bir nömrəli qanun. TikTok söyüşə hörmət edən platformadır. TikTok söyüşlə idarə olunan platformadır. TikTokun açarı söyüş simvoludur. Bu mənim bir sözüm olsun. Mən alqışlayalım olacaq. Deməli, mən TikTok məsələlərini müzakirə etməzdən qabaq mən YouTube'da fəaliyyətdəydim və siyasi mövzularla, yəni Yeni Azərbaycan Partiyasının bənzəri imarəti bir hərəkət olaraq siyasi mövzularda dövlətimizin siyasi strateji məsələləri üzrə bir fikirlər bildirirdim. Siyasiolog kimi fəlsəfə məsələləri üzrə, eləcə də metodik məsələlər üzrə və yaxud da ki, beynəlxalq hüququn tənzimlənməsi üzrə bizim bir reportajlarımız olurdu. Mən TikToka gələndə həqiqətən TikTok bir kanalizasiya imiş, bir pasyaxana imiş, bir bardaq imiş o sözün əsl mənasında. Mənim ilkin anlaşılmamazlığım Məhərrəmovla düşdü. TikTokda Məhərrəmovdanlar. Onun bir admini var idi, bir moderatoru var idi, nə idi? Orada mənim ailə şəkillərimdən mənə hədə qorxu gəldilər, sonra paylaşırdılar. Yəni ilk dəfə orada, yəni mənim TikTokda ilk söyüşüm oradan başladı. Sonra çıxdı mən Məhərrəmovu söydüm, hicablı anasını. Sonra aləm dəydi bir-birinə. Da elə bir yerə gəldi ki, Məhərrəmovla biz kəllə-kəlliyə çıxdıq telefonda. Keçmiş məşq yoldaşım kimi nəsə o yəni bir tanışlıq ortaq bir mövzu və bu mövzu bağlandı. Sonra dalıca gəldi, "Vaqoşun belə bir TikTokerləri sözün əsl mənasından söyüş auditçisi elədim." Yəni tanıdığınız TikTokerlərin 90% gündə bu günə qədər kontaktımda var və gündə bu günə qədər də o demək olar ki, onların heç birinə əlaqədə deyiləm. Söyüşə görə mənə qardaş deyirdilər, söyüşə görə mənim başıma fırlanırdılar və söyüşə görə sözün əsl mənasında qabağımda baş əyirdilər. Sözün əsl mənasında. İminlə o söyüşlərə görə. Və söyüşə hörmət edən insanlardır. Bəli, bu günləri mən çıxıb desəydim ki, ay filan kəs, ay bəhmən kəs, belə eləmə, yaxşıdır, ayıbdır, mənə qoz qoyan olmayacaq. Amma desəydim ki, sənin ölüvüdür və belə, hər gün mənə bu meşəlikdə bir hay-huy, onda çox qəşəng hörmət qoyulacaq. Sadəcə mənim bu TikTokda ifşa etmək istədiyim bir-iki şəxslər var. Mən onu sizə deyəcəm. Hansı ki, bəzi TikTokerlərin birbaşa nöqtə atışı proqramlarını və layihələrini mənə verən şəxslər var. Amma bu günləri mən çox gözəl başa düşürəm ki, TikTok yayımçıları, yəni dünya görüşü olan bir TikTok yayımçıları ki var. Məsələn, onunla TikTokda problemim düşürdü. Amma əlaqəyə çıxanda, şəxsi əlaqəyə çıxanda mən ondan elə gözəl alicənab danışırdım. Adam özü şoka düşürdü ki, mən dəqiq Həcı ilə danışıram. Yəni Həcı virtualda başqadır, amma telefonda tam başqadır. Yəni mənim pozisiyam o idi ki, mən bu kütləni az da olsa sıxma boğmaya salım. Çünki nəyə görə? O hərdən bizim polislərimiz olurdu, uşaqlar var, əlaqəmiz var, əlaqə nömrəmiz var, birbirimizlə danışırıq, eləyirik. Deyirəm ki, bəs Həcı sən deyir, yaxşı bilirsən. Çünki gəlirlər bizə bir şey eləmə, biz deyirik ki, bizli deyil, oğlan, xaricdə oturan oğlan çək, yəni bizli deyil. Çünki əvvəl dayət və polisə qarşı nəsə bir şey olanda xahiş minnət, hörmətlə nəyisə eləyə bilirdisə, mən mövzunu ağardanda heç kim heç nə eləyə bilmir. İlk başdan deyim, bütün maddi sübutlar Telegramıma qoyulacaq. Telegram, eynən bax belə, Zver, altdan xət, TV. Abunə olun. Bütün maddi sübutları oraya qoyacağam. Bütün
Bax bu videoda istəmirəm onu burada doldurum, bir-bir göstərim. TikTokda necə olurdu ki, mən sizi ifşalayırdım. Daha doğrusu ifşalayırdım deyərək şəxsi parametrlərimiz. Bu günləri bir çox TikTokerlərin demirlər ki, 90% hansı ki problem yaşadıqları mənə çox dərin təşəkkürümü bildirirlər ki, sən bizim gözümüzü açdın, o Alfa 777 deyir deyə. Sağ olsun Hacı mənim gözümü açdı, mən dostumu tanıdım, düşmənimi tanıdım. Nə bilim, bir dənə TikTok çıxırdım, deyirdim, Fiset kim bundan oynamasın, Fiset kim oynamırdı. Ha buna filan şey Fiset kim eləmirdi. Yəni söyüş məsələsi və söyüşə hörmət etmək məsələsi. Bəli, aralarında hörmət elədiyim TikToker yayımçılar da var, istər xanım olsun, istər bəy olsun. Çox həddindən artıq hörmətində adlarını bir-bir vermək istəmirəm. Sadəcə bir nəfərin adını verəcəm mən burada, Ləmanla bağlı. Ləman 41 ləqəbi ilə tanınır Ləman Vəliyeva. TikTokda ən çox mübahisəli, yəni dava qırğınlarımız onun oldu. Normalda mən TikTok bir xanımla mübahisə eləyəndə mübahisə bir həftə 10 gündən çox çəkmir. Hay huy diricilər partiya sonra çıxdıq seviyəsə. Mən ona iradımı bildirdim. O özünün başa düşdü, sözün başa düşdü. Araşdı çıxdı getdi. Normalda belə olur. Amma mən Ləman Vəliyeva ilə mübahisə aparanda, ailə məsələsinə görə niyə o qədər həssasam? Mən o səfər o illəri təzə-təzə yəni bu mövzularda, siyasi mövzularımız olanda Qabilgil mənə çox burada ziyan verdilər. Avtomobilimi qapının ağzında yandırdılar. Instagram hesabından girib baxa bilərsiniz. Ondan sonra ailəmin şəkilləri ilə beləncə, yəni biraz mənə çox psixoloji təsir bağışlamışdı. Yəni özümü güclə sıxıb saxlayırdım. Amma sonra TikTokda o şey bu hal daha çox olanda o şey mən söyürdüm. Ləmanın fan səhifəsi ki var idi. O 27 min, 30 minlik bir onun fan səhifəsi var idi. Hər də Ləman özü də səhifəni işlədirdi. Həmin səhifədə mənim ailəm, övladım paylaşıldı və mənə biraz da qızıqlandırdı. Bu günə qədər də demişəm, mən Ləmana halallıq vermirəm. Mən bir balaca dini mənəvi dəyərlərdən danışıram. Mən özüm İmam Cəfər Sadiq əleyhissalamın şəcərəsindən gələn bir qövmümdənəm. Mənim balam da Seyid balasıdır. Yəni buradan Ləmana yəni aqressiyam sonsuzdur. Yəni həmişə demişəm, bu günlər də deyirəm. Mən o körpəmin yəni şəklini ilə paylaşdırmağın, eləməyin, onu Ləman həyat boyu sənə keçmərəm. Allah sənə öz körpəni də başına gətirsin və o körpəvi qucaqlayıb Allaha ihsan eləmək istəyəndə Allah məni sənin yadıma salsın Ləman. Bunu mən dönə-dönə deyirəm. Ona görə mən sənə heç vaxt Allah verməyəcəm. Və vaxt gələcək, zaman gələcək, yaşayacaq və sən o məqamı yaşayacaqsan. O məqamı yaşayacaqsan ki, çünki mən bəzi şeylər var, onu bağışlamıram. Amma bir məsələ deyəcəm. Deyir gələ kişi danışanda ədalətlə danışa. Onu da Ləmana qarşı eləməyimin səbəbi nədir? TikTokerlər içində bir balaca, yəni belə deyəm, üzr istəyirəm, öz götünə hərəkət edən Ləman olur. Məndən öz götünə. Düzdür, o Əşrəf tək var idi, o Əşrəf 92-ci il inşaat nə Dalbəyevlərin adı yadımda çıxdı. Orxanla bir yerdə işlədirdilər. Sonra paralel qrup girizat. Düzdür, bəzi temalardan bunlar bir yerdə şeydi, amma İmin Növbəy onunla mənim məsələmdə o özü dirək mübarizə aparırdı. Mübarizə aparmırdı, yəni dirənirdi. Ləmana bir dənə yaxşılıq eləmək istəyirəm. Yəni Ləman məndən halallıq eləsə, mən ona çox yaxşılıq eləyərəm. Amma sadəcə hala ehtiva olmaqla ona bir yaxşılıq eləmək istəyirəm və bir çox TikToker yayımçılara yaxşılıq eləmək istəyirəm. Bütün maddi sübutlar təkrar edirəm, Telegram kanalımda olacaq, girib baxa bilərsən, Ləman sən özündə. Buradan bəzi yayımçılara səslənirəm. Sizi bizə satan adam var idi. Hansı ki sizi əvvəldən tanıyan, sizinlə münasibətdə olan, sizinlə bəlkə də süfrəyə oturan, sizinlə real həyatda danışan, görüntüdə danışan bəzi şəxslər var. Onların hamısının şəxsiyyəti məndədir. Sadəcə onlar məni belə deyək, mən həyatda xəyanəti bağışlamıram. Kimsə mənə kiminsə cırğın verirsə, üzr istəyirəm, hansısa bir boşluğun verirsə, mən o adamı saxlayıram NZ-də. Sabah birisi gün o adam mənə münasibətdə xəyanət eləsə, mən o adamı aparıb qoyuram adamın qucağına ki, bax sənə cırğa qoyan bu idi. Çünki niyə? Mənlə münasibətdə mənə xəyanət eləmə. Ləman Vəliyeva, sənin moderatorun var idi, proqramist 666. Hə? İndi bir dəqiqə Xaqocangildən fırlanır, Muradgildən fırlanır, onların yayımlarına çıxır da. Xaqocangilin yayımlarına çıxır, Muradgilin yayımlarına çıxır, Murad Sadiqin yayımlarına çıxır. Xaqozan deyir, mən 20 ildir tanıyıram proqramist 666. Ləman, səni bizə cırğa qoyan o idi. Telegramda səslər var, mesajlar var, qulaq asarsan. Mənə təkid edirdi ki, sənin uşağının şəklinə qoyub söyün. Sən onu moderatorluqdan çıxartdığın gün, sən ondan görüntülü danışırdın, sən ondan nə söhbət edirdin? Sako, 4-də oynayan vaxtımız, ay Sako. Sənin haqqında, sizin qrup səngüs haqqında, səndən haqqında olan nə məlumat, sənin hesablarını bizə qayıdıb deyirdi ki, hətta bizə qayıdıb deyirdi ki, mən girişəcəm Sakonun hesab balansında söhbətlərində cizgi şeylərdə. Yəni o birisi qız var idi, adı yadımdan çıxdı, Sakonla danışan qız, o birisi 4-dən biri olan, dünyanın özü hələ həyatda. Yəni bu temperdan və Ləmanın ətrafında olan temperdan. Emin Navay cırğa qoyan proqramist 666-dır. Bir yəni də bir nöqtə danışacağım sənə Sako, bəlkə bilərsən Sako. Sako yadındadır, sizin adınıza bir səhifə açıldı deyə, rəhbərlik heyətlərinə, dövlət qurumun nüfuzlu şəxsləri ilə şəkillərimiz paylaşır deyə, Ləmanla cənab generalın şəkli, nə bilim, özünüz bildiniz hansı tabi, siz yayımdaydınız, siz yayımda qədər səhifə açıldı deyə, bir də gördünüz, riski siz taq verərləri, rəhbərlik heyəti ilə nüt şəkillərimiz sonra Ləmanla zadından. Həmin səhifəni belə açan,
bizim, yəni daha doğrusu onu açdı gəldi bizə dedi. Proqramist atmışam. Dedi mən o səhifəni açmışam. Onları dəli eləyəcəm zad oya. Sonra siz elə canlı olaraq spam atdınız, elədiniz, səhifələr dağıldı, partladı. Hətta onu belə eləyən proqramist 666 idi. Sakın onu da sən nəzərə çatdırım ki, proqramist 666 Sumqayıt şəhər Dövlət Təhlükəsizlik Xidmətində qeydiyyatdadır. Çünki Dövlət Təhlükəsizlik Xidmətini dəfələrlə mənə təhqir etdirmək istəyir. İmenovoy mənə deyir ki, Əli Nağıyevin anasının şəklini qoyun söyün və hətta mənə Əligillə danışanda belə Əliyə dəfələrlə yalvarıb. Əliyə rəsmən yalvarıb. Nəyə görə yalvarıb onu deyim. Bu adam iddia edir ki, Daxili İşlər Naziri cənab general polkovnik Vilayət müəllim Eyvazovu söydürən Əli müəllim Nağıyevdir. DTX-dır. Və Əligilə də, Adilgilə də dəfələrlə telefonda diləşirdi ki, sizdən xahiş edirəm. Əli müəllim Nağıyev DTX-nı qoyun söyün. Dedi, yoxsa deyir, özüm gedib orada DTX-nın girişində özümü partladacağam, onsuz dəli kağızım var. Deyirəm, dəli adı qoyublar və ailəsi proqramist 666-dan imtina edib. Rəsmən imtina edib, yəni öz ailəsi bundan imtina edib. İndi bilmirəm, səfil bir həyat yaşayır orada, burada üstələnir, onda bundan qalır, bilmirəm, hansı bir pasiyak həyat yaşayır. Hə. Və proqramist 666-nın bizimlə münasibətinin korlanmasının əsas səbəbi Əli Rəhimov bir dəfə Azərbaycan polisi haqqında irad bildirdi. Bu da çıxdı bizə dedi ki, yox, siz Əli Nağıyevi söyməlisiniz, niyə Vilayət Eyvazovu söydünüz, sizin minəcəm, nə bilim, nə o, bir aləm dədi bir-birinə. Mən o adamın psixoloji problemi olmuş kimi bir şeydir. Bax, Tosu var idi, Tosu Liv, tanıyırsınız da. Tosu Livi bizə söydürmək istəyir. İlk başlarda bizə qoymadı onu söyməyi. Sonra bilmirəm, Tosu Livlə nə problem yaşadı, Tosu Livi bizə söydürmək istəyir. Bildiyin söydürmək istəyir Tosu Livi bizim. Ondan sonra bir çox yayımçılar vardı, demək istəmirəm. Bütün tiktokerlərin 60-70% bu proqramist 666-nı tanıyır. Və bu günləri həmin o proqramist 666 Dövlət Təhlükəsizlik Xidmətini təhqir etdirmək istəyən, təhqir eləyən, bu gün denən ki, sən Dövlət Təhlükəsizlik Xidməti haqqında nə fikirləşirsən? Mən DTX haqqında paylaşmışdım Dövlət Təhlükəsizlik Xidmətinin yaranma ili, keçən illəri. Adam mənə irad bildirdi ki, niyə paylaşma eləmirsən? Və adam acıqcan götürdü, spam atıb sildirdi mənim o videomu. Dövlət Təhlükəsizlik Xidmətinə qarşı böyük proqressiz var. Və bu günləri gizli potensiallı bir insan, indi hal-hazırda Xalqocana moderatordur, bir də Murad Zadan verişinə qarşı. Nəsə beləsinə bir şey. Ələmə sən özün təxmini bildin də o proqramist 666 söhbətini. O şəklini çıxartıb tualetlərdə məsələsində o proqramist 666 vermişdi ideyanı bizə. Yəni vaxtında proqramist 666 bizim əl altımız idi. Buradan bütün TikTokerə səslənirəm. Ətraflı səs yazıları, materiallar, zatlar hamısı mənim Telegram kanalımda. Girib baxa bilərsiniz. Sako, hələ sən hələ birinci növbədə söydürmək istəyən bax o idi. Sənin repost elədiyin video var idi, Sako mənim haqqımda o Atlas roman şəklində. Onu belə gətirib o baboşla bir də repost eləmişdiniz. Onu belə gətirib bizə sukalayan proqramist 666 olmuşdu. Proqramist 666. Və hətta Əligilə demişdi ki, mən Ləmanın moderatoruyam, sözüm onlara keçir. Şərait yaradım mənə, gedim onlardan pul divişə nəsə edeyim. Mənim də vəziyyətim ağırdı. Kirayədən çıxardacaqlar mənə, ev zad oyam. Ben hərəsinə 500-500 qoyum. Proqramist 666 demişdi bizə. Belə bir məsələ var. İstəsəniz gedib tapa bilərsiniz. O səs yazışmalarımız, mesajlaşmalarımız da hamısı Telegram kanalımda girib baxa bilərsiniz. Bu hələ biri idi. O da nəyə görə biri idi? Çünki adam rəsmən şəkildə bu günləri mən Əligilə münasibətdə olanda, Adilgilə münasibətdə olanda müəyyən dövlət bağlı bir məsələlər düşəndə mən o qardaşlardan bir xahiş edirəm. Qardaş, sizə qurban, elli yobalıq eləməyin, sakitləşdirəm. Amma adam rəsmən bugünkü gündə cənab Əli Nağıyevin valideynini belə söydürməyə tərəddüd eləmir. Axırın onu uzaqlaşdırdınız mı? Çünki gördüm ki, bu insan bizə TikTokerlər adı ilə bizə girib dövlət rəhbərliyi nümayəndələrinə qarşı çevirmək istəyir. Bu da heç də xoşagələn bir mənzərə deyil idi. Və TikTokerlər, yayımçılar. Mən sizə həqiqətən bu 2 ildə böyük bir dərs verdim. Mən söyüşçəyən deyiləm. Yəni mən sizin TikTokda gördüyünüz bir insan deyiləm. Mən realda tam fərqli bir insanam. Sizin aranızda kim mənimlə real əlaqəyə keçibsə, mənim subordinasiya qaydalarıma da fikir verib, mənim diksiyama da fikir verib. Yəni sadəcə məni reallıqla başa düşün. TikTok çox pis pozulmuşdu. Və həqiqətən mən elə düşünürəm ki, son 2 il ərzində mənim az zəhmətim olmadı bu TikTokda. Son 2 il ərzində istər Azərbaycan polisinə, istərsə də elə bir yayımçılara çox xeyrimdə idi. Çünki bu günləri bir məhkumun gündəlik xərci ədliyyə qurumlarında, bir məhkumun gündəlik dövlət xərcləri, gündə 3 dəfə qidalanma və onun kommunal xərcləri ümumilikdə bir yerdə 22 manat edir. Qoyulsun lap 20 manat. Bu aylıq 600 manat. Yəni bir məhkumun aylıq xərci 600 manatdır. Ən azından mən o insanı belə tənbih eləməklə həm dövlətə xeyir vermiş oldum, həm də o insana xeyir vermiş oldum. Yəni o azad həyatda oldu. Sadəcə o aqressiyalar getdikcə həqiqətən psixologiya pozulurdu. Mənim özümdə də psixologiya pozulurdu. Mən Allah saçım ağarıb. Saçım tökülüb. Mən bu TikToka gələndə çəki almışam bu stressdən zatdan. Yəni mən son bu 2 ildə beləncədə məndə çəkmə artdı, saçım ağardı, aləm dəydi bir-birinə, psixologiyam pozuldu və həqiqətən gördüm psixologiyam pozuldu. Bir tərəfdən sevinirəm bu TikTokda mənə Feyz ID blok verdiklərinə görə. Həqiqətən sevinirəm. Çünki bu da məndə bir növ aludəçilik yaratmışdı. Və mən sakitləşirəm, hava alıram beləncəsinə və dəstəkçilərə də mənim çox böyük bir xeyrim dəydi. Ki bəzi dəstəkçilərə sübut elədim ki, kim kimdir, kim nədir, kim hansı vəziyyətdədir. Bu günləri dəstəkçilər də belə neçə dəstəkçilər oldu ki,
əlaqə çıxdılar ki, məndən həcə Allah sənin canını sağ eləsin, belə eləsin, eləsin. Amma 2 illik tarixim boyunca heç bir yayımçı deyə bilməz ki, mən həziyə rüşvət vermişəm, söhbətə bağlamışam, mən həziyə pul vermişəm, kimsə söydürmüşəm, mümkünsüzdür. Mənə hədiyyələr atıldı. Hədiyyə atan da Kürt Ceyhun qardaşımız idi. Allah canı sağ eləsin. Allah ona uzun ömür can sağlığı versin. Bir dənə də qardaşımız var idi, adını çəkmək istəmirəm. Kürt Ceyhunun orta dostumuz idi. Hətta onlar belə məni qınayırdılar ki, onlar mənə hədiyyə atanda mən onların hədiyyəsini imkansız insanlara verirdim. Dəfələrlə YouTube'da da ekran kayıtlarım var. Vücuda qədər mənə 15 dənə şir atılıb, 15-ini də yollamışam, kimə gəldi. Çünki ehtiyacım oldu. Nəyə görə Kürt Ceyhun qardaşımız mənə dəstək olurdu? O mənim potensialımı anlayırdı, o mənim hərəkətimi anlayırdı və düzgünlüyümü qəbul edirdi. Və insandır. O da necə ki siz yayımçılara dəstəkçi, sizin hansısa bir temperaturunuza görə dəstək olub hədiyyə atırsa, o da mənim beləncədə bir mövzuda danışıqlarıma görə sevib dəstək olub hədiyyə atır. Və dəstək demirəm, çünki o dəstək yəni dəstək deyil, o sadəcə hörmət əlamətidir. İkinci bir qaydada həqiqətən tiktokerlər mənim sizə çox yaxşılığımda idi. O gün Sako ilə telefonla danışıram. Olub bir də məsələn mən uzun müddət Sako ilə telefonla danışmırdım. Sako özü bəlkə də pinkoda düşmüşdü ki, bu dəqiq həzizdir. Yəni mən sizin yəni belə bir söz deyim sizə, real həyatda tam fərqli bir insanam. Bu bir ən başlıca bir amil. Bax bunu da mən sizə deyim. Yəni biləsiz, Antalyadakı olan söhbətlə də əlaqədar çoxumuz olmuşdu. Mən onun burada səhifəmdə də paylaşmışdım ki, yəni Antalyada olan məsələ mənim dövlətə və vətənə gəlməyimlə bağlı olan bir məsələ deyil idi. O da bir variant idi. Sizi yoxlamaq üçün. İkincisi, tam açıq danışmayacağam. Bir dənə mən keçən ilə vətənə gedə bilmədim, çünki biraz həqiqətən Antalyada istirahət elədim. Və özümdə bir dənə bir taktika işlədim ki, həm gündəmə gəlim, həm reytinqi partladım, həm biraz belə şeylər və elə də oldu. Bildiniz bu yaxınlarda Əli Dəyləncdə bir tema elədi ki, insanlara bir baxaq görək silkələmə məsələsi. Yəni elə bir şey mövzu yoxdur. Burada da belə bir məsələ var ki, mən həyatımı Almaniyada qurmaq istəyirəm və Almaniyada qurmaq istədiyim üçün buranın o vergi qayda qanunları var, müəyyən bir məsələ var. Məsələn, indi 1 il 6 aylıq bir proqram götürmüşəm öz sahəm üzrə işləməyə. Mən proqram müddətində burada olmalıyam, müəyyən məsələlər var. Avropa Birliyindən qırağa çıxmamalıyam, vergi ödəməliyəm, işləməliyəm, məzuniyyətim az olmalıdır ki, mən o proqramı götürüm. Allahın izni ilə inşallah, Allahın köməkliyi ilə bugünkü gündə mənim yəni vətənimə, dövlətimə, xalqıma və millətimə sevgim və münasibətim hədsizdir. Amma mənim vətənimə, xalqıma və dövlətimə zərər çəkəcək hər bir insanın istənilən bir vəziyyətə qarşısında dura bilərəm. Sadəcə buradan bəzi insanlara səslənirəm. Mənə baxıb ilhamlanıb bəziləri çıxıb qınaqçı kimi, tənqidçi kimi, sövüşçü kimi TikToka gəlmək istəyirsiniz. Bu heç də yaxşı bir şey deyil və heç bir bizə məsləhət də görmürəm. Ən başlıca növbədə insanın psixologiyası pozulur. İkinci bir növbədə insanın sosial həyatı pozulur. Üçüncü bir növbədə bu heç də yaxşı bir şey deyil. Çünki bacara bilmədiyin halda bu heç də yaxşı bir şey deyil. Çünki TikTok səni, yəni bu 2 ildə məni elə bir yollara çəkdi ki, yəni korrupsiya, rüşvət, digər məsələlər, çirkli pullar, sonra əxlaqsızlar, fahişəliyin təbliğatı, nə bilim müəyyən şeylər. Yəni çalışın belə şeylərdən uzaq durun. Mənim də bu işi görməyimdə bir təcrübəli bir hərbiçi kimi, yəni bu vətəndaşlarla işləmə bilmə qabiliyyəti zad müəyyən məsələlər. Mən sadəcə TikTokerlərin temperinə uyğun yayım apardım və zaman keçdikcə, bildikcə, elədikcə kimlərinsə hardasa səhvini tutsam, görsəm yenə də deyərəm. Amma TikTokda artıq əvvəlki fəaliyyətlərimə yəni dondururam, məhdudlaşdırıram. Çünki ailəliyəm, övlad böyüdürəm mən də. Sabahları yəni övladımın gələcəyinə maraqlanmalıyam. Əlbəttə ki, bu müəyyən bir vaxtda, müəyyən bir limitə qədər idi. Bəli, Azərbaycan Respublikasının Konstitusiyasının məcəlləsinə müvafiq qanunlarını mən pozmuşam. Bunu mən etiraf edirəm. Sosial mediada təhqiramiz sözlər demişəm və bunların 99%-i anlaqsız vəziyyətdə eləmişəm. Mən ciddi əsəb xəstəliyindən əziyyət çəkirəm və bəzi proseslərdə anlaqsız vəziyyətdə yayımlar aparmışam. Amma anlaqlı vəziyyətdə olduğum bir müddətdə anlaqsız vəziyyətdə çəkdiyim yayımlara görə mən üzrxahlıq eləmişəm. Müəyyən şəxslər olub çıxıb üzr videosu da çəkmişəm. İstər bu hüquq mühafizə orqanları olsun, istər bu adi TikTok yayımçılar olsun. Çünki bəzən o dərəcədə anlaqsız vəziyyətdə olmuşam ki, bəzən hüquq mühafizə orqanlarının bəzi əməkdaşlarını belə təhqir eləmişəm. Bu da ki, yəni bu 2 dəfə baş verib bu proses, 2 ya da 3 dəfə baş verib. Sonra öz üzr videomu çəkmişəm. Əslində buna məcbur da deyildim, amma insani vətəndaşlıq borcumdur ki, səhvimi başa düşmüşəmsə səhvimi etiraf etməliyəm. Və Azərbaycan Respublikasının Konstitusiyasının İnzibat Xətaları Məcəlləsinin müvafiq bəndləri ilə bugünkü gündə məsuliyyət daşıyıram. Və növbəti səfərlərdən belə hərəkətlər baş verməyəcəyinə rahatlıqla əminəm. Çünki artıq həm bu neçə gün ərzində, bu neçə həftə ərzində, daha doğrusu bir həftə ərzində biraz həm öz sakitliyimi, dincliyimi bərpa elədim, həm o nevroloji dərmanlarımı biraz bərpa elədim ki, öz sakitliyimi qoruyum. Və bu videonu özüm xüsusən də çəkdim. Nəyə görə çəkdim? Çünki Sakonun anası da hicablı idi, müəyyən bir məsələlər var idi, mənim anam da hicablıdır, müəyyən bir məsələlər var idi. Sadəcə öz potensiallığını qoruyub saxlamağı seçdim. Ləmanı da ki, nəyəsə görə. Çünki Ləman, bir də Ləman sənin qohumun var.
Nəysə. Hər birinizin evinizin içində süfrənizin başında oturarlar sizə xəyanət edib. Bax bunu deyə bilərəm, hörmətli TikTokerlər. Kimlərin xətrinə dəymişəmsə, kimlərin qəlbinə dəymişəmsə, mən qəlb sındırmağı sevmirəm. Qəlb sındırmaq çox yaxşı bir şey deyil. Amma bəzən sizin qəlbinizi sındırsam belə, sizin o bağlanmış gözlərinizi açmışam. Sizin qəlbinizi sındırsam belə, sizdə mənə qarşı düşmən hissi, nifrət hissi oyatsam belə, ən azından sizin növbəti həyatda necə yaşamalı olduğunuzu öyrətmişəm. Çünki çoxumuzun həyat yaradıcılığı yoxdur. Çoxumuz hərbi xidmət görməmisiniz. Çoxumuz həyatda bəlkə-boş görməmisiniz. Çoxumuz həyatda ikiyüzlülük görməmisiniz, şərəfsizlik görməmisiniz. Mən bunu sizə sevməyə də olsa keçdim və öyrətdim. Bunu bir xatirə olaraq YouTube vlogunda saxlayacağam. Qoy bir tarix olaraq, qoy bir arxiv olaraq qalsın. İlk öncə inanıram ki, bütün fikirlərim sizə tam aydın oldu. Çox gözəl inanıram. Və buradan proqramist 666-ya səslənirəm ki, həyat iki şeyi bağışlamır dostum. Bir xəyanəti, bir də yalanı. Bir xəyanəti, bir də yalanı. İndi mən bilmirəm, sən hansı həyat yaşayırsan, bu dövlətin ən güclü infrastrukturasından biridir ki, bax beləsinə ikiyüzlülük eləmək, bu yaxşı bir şey deyil. Və sən mənim həyatımda ən ağır olan zərbəni vurmusan. Cənab kapitan Nurlan müəllim Əliyevin həyat yoldaşı ilə olan şəklini göstərmək istəmirəm. İnternet providerində o şəkli tapıb Əli Rəhimova göndərən sən olmusan. Cənab kapitan Əliyevin xanımı, həyat yoldaşı harda işləyir, hansı təşkilatda işləyir, onu belə Əliyə çatdıran sən olmusan. Bax bunu mən sənə bağışlamadım. Hətta cənab kapitanla onun səs yazısını zaps eləyib mənə göndərən sən olmusan. Daha doğrusu Əli ilə göndərən sən olmusan. Birinci Azərbaycan polisinin zabitinin icazəsi olmadan onun səsini zaps eləmək qəti qadağandır. Və məndən də nəyə görə? Çünki dəfələrlə mənə deyirdim, mənim bir dənə ştatkamı Nurlan müəllim gilə at yoxlatdır. Mənim indikasiya kontakı mənə yazmısan. Hamısı mənim Telegram kanalındadır. Cənab kapitanın səs yazımı hamısı. Hə. O Azərbaycan polisinə qarşı belə oğraşlıq elədin, xüsusən Nurlan müəllim. Nurlan müəllim görkəmli zabitlərimizdən biridir. Adam öz zəhməti ilə Azərbaycan polisi statusunu alıb, sən onun xanımı ilə bir yerdə cəmaata padark elədin. Elşad müəllim Hacıyev giləzədir. Bunu sənə heç vaxt bağışlamayacağam və bağışlamaram da. İnanıram ki, sən öz hüquqi cəzanı alacaqsan, çünki sən satqınsan. Daxilimizdən çıxan satqın. Kim nə bilirdi ki, mən hansı vəziyyətdəyəm? Nəticəyə bax, sonluğa bax. Bu günləri bütün mübahisəli olduğum TikTokerlərlə əlaqədəyəm, ünsiyyətdəyəm və bir-birimizlə danışırıq. Nəticədə sən itirdin. Bu günləri Azərbaycan polisinin zabiti sənə görə əziyyət çəkir, əxlaqsız. Belə dostlar, özünüzdən müğayət olun, Allaha əmanət olun, hər birinizə uğurlar arzu edirəm. TikTok yayımçılarından səslənirəm. Çalışın özünüzü TikToka görə məhv eləməyin. Real həyata bağlanın, real həyata köklənin, bir sənətlə məşğul olun, bir işlə məşğul olun. Özünüzə gələcəkdə elə bir gözəl həyat qurun ki, sabah övladınız sırf siz TikTokersiniz deyə utanmasın. Bəli, utanmasın. Hər övlad atası ilə, anası ilə, valideyninin gözəlliyi ilə fəxr edir. O gözəllik dedikdə sənət əsərləri ilə, əməyi ilə. TikTokçuluq əmək zəhmət deyil. Bəli, bu günləri TikTokda bloger kimi fəaliyyət göstərənlər bir çoxdur. Onlardan biri mənim hörmət etdiyim əmsardan biri Orxan Rasifoğlu. Amma bu günləri çox təəssüflər olsun ki, Orxan Rasifoğlu bizim TikTokumuzun istək mənbəyi deyil. Bugün biz əxlaqsızlıq adı altında erotik yumor və s. və ilaxır. Özünüzdən müğayət, Allaha əmanət. Hələ məndə çox bağlı sirlər var. Vaxtı gəldikcə deyiləcək. Səlamət, özümüzdən müğayət. Bütün maddi sübutlar Telegram kanalımdadır. Girərsiniz, baxarsınız.